İyi berbattı. Wow. Bu necə açılır? Bir nəfər mən bu necə açıldığını deyə bilər. Ben oynamalıymışım. Külək gəldi saçımı buradan buna. Pigmentləri mükemmel değil sizce? Salam. Bu gözəl güneşli havada mən yenə qarşınızdayım. YouTube kanalıma hoş gəlmisiniz. İzleyenler bu arada çok sağ olsunlar. Komentlərinizi oxuyuram. Çox gözəl şeylər yazırsınız. Sizə bayılıram, sizi sevirəm. Davamı gələcək. Bayaq sizə Temu sifarişləri çəkdim. Neyse, Arzufi deyəndə ağlımıza bundan sonra gələcək Trendyol sifarişləri. Çünki niyə? Arzufi həyatının bütün bölümlərində hər dəqiqə, hər an, hər saniyə nəyə baxırsa baxsın, nə inir eləsin. Bir gözü həmişə Trendyolda olur və Trendyolu çox sevir. Həyat yoldaşı bundan çox belə razı olduğunu düşünə bilmərik. Amma eybi yox, həyat yoldaşları onsuz da elədir. Amma biz nə etmişik? Yenə Trendyoldan sifarişlərimiz var. Mən Shein'lə sifarişlər eləmişəm və Sephora'dan sifarişlər eləmişəm. Sephoradakı sifarişim hardasa bu həftənin axırı ya da gələn həftəyə gəlməlidir. Amma Shein o qədər uzun gəlir ki, baxın, Azərbaycan kargosunun heç bir problemi yoxdur. Sheinin özündə problem var. Çəkəcəm, and içirəm, çəkəcəm. Sifarişlərim gəlsin. Onun içərisində məsəl üçün pudra və s. yoxdur da, amma mənim sifarişlərimin içində hal-hazırda Shiglamin pudrası və s. də var. Tam olsun ki, sifarişimiz qəşəng makyaj eləyir. Üzümə bir dənə istilik vurur oradan. İnanmazsınız, üzüm var ha. Yanır da, bildiyiniz grill kimi qızarıram. Əlimdə 2 dənə Depurist Solution'un belə kiçik testerları var. Çünki niyə? Depurist Solution'dan bir dənə belə nəmləndirici krem almışam. Çünki niyə də olmasın? Bir nəmləndiricidir. Belə bir nəmləndirici almışam. Bəli, ağzını açaq. Əlimin üzərində yoxlayacağam. Çünki niyə də olmasın ki? Üzümə vurmaq istəmirəm hal-hazırda. Siz bilirsiniz də, mən yenə xəstəyəm. Mən bilmirəm başdan xəstəyəm, yoxsa bədəndən xəstəyəm. Başa düşə bilmirəm. Amma 8 ay xəstələnməyib, birdən xəstələnəndə. Havanın soyuğunda xəstələnməyib, havanın istisində xəstələnəndə başıma elə bir qaynar sular tökülür. Mən dəli oluram, nəysə. Qəşəng kremdir. İyi çox pisdir bu arada. İyi berbattı. Amma özü qəşəng kremdir. Adamın üstündə Allah var. Super kremdir, bəyəndim. Nəmli hissi var, amma yəni gündəlikdə istifadə eləməyə, yuxudan duranda istifadə eləməyə əladır. Bu arada burada mənim kameramın kölgəsi düşür. Oradan sizə salam deyir. Üzürlü sayında xahiş edirəm. Vəziyyət o vəziyyətdir. Orada çox gün düşürdü və ona görə də həqiqətən o qədər gün düşür ki, gözüm çıxdı demək olar ki, ona görə də buradan davam edəcəyik. Hər zaman kimi bu boyda korobkada, təbii ki, bu boyda korobkada kim göndərə bilər? Kiko göndərə bilər. Belə bir dırnaq boyası, yəni lak sifariş eləmişəm. Buna baxın, nə gözəldir, bu nə gözəldir. Dırnaqlarıma siz görün deyə, öncədən təbii ki, siz görün deyə mən onun dırnaqlarıma çəkmişəm. Günəş imkan versə inşallah göstərəcəm. Baxın, görün nə gözəl lakdır, çox şirindir. Yəni şəffaf lak çəkirdim adətən, amma bugün yenilik eləmək istədim və bu tip lak almaq qərarına gəldim. Məncə çox qəşəngdir. Şəffafdır, içində də zərlər var. Beləliklə dırnağınız nə çox sadə, nə də çox belə dəhşətli dərəcədə görünmür. Mən bəyəndim. Sırada çoxlu məhsulumuz var. Bu paketin içində, bu balaca paketin. Sizin üçün tək marka makyaj konseptləri edirəm. Bilirsiniz ki, ilk makyajımız Kiko'ydu. Kiko'nu bitirdik. Təbii ki, yenə də mən nəsə alıram Kiko ilə bağlı. İndi haçansa daha çox yeni məhsul olsa, onda yenidən Kiko'nun part 2-sini çəkə bilərik, ikinci hissəsini çəkə bilərik. Amma indi sizin üçün Essence yoxlamaq istəyirəm. Çünki keçən səfər mən hansı mağazaydı bilmirəm, orada Essence'ın məhsullarını gördüm. Bir də bir dənə xanım gördüm, Essence məhsulları haqqında danışırdı, çox bəyənmişdim. Düşündüm ki, mən də alım. Bu arada baxın, qablaşdırması belə sadə və çox şık, şirin. Yəni boy olaraq da çox ideal boydur. Səyahət boyu deyil, öz boyudur, amma səyahət boyu kimi də istifadə edə bilərsiniz, böyük deyil. İçi belə köpük kimidir. Hara gedirəm, günəş işığı məndən əl çəkmir. Nə baş verir burada? Yəni pigmentasiyası çox yaxşıdır deyə bilərəm. Sadəcə bir dəfə toxunuşa belə bir nəticə oldu. Çox bəyəndim. Bu Essence məhsullarından da istəyirəm sizə bir dənə tək marka videosu çəkim. Yəni Shiglan məhsullarım gəlsə inşallah Allah qismət eləsə, Shiglan məhsullarından da bir dənə tək marka videosu çəkmək istəyirəm. Daha sonra Essence məhsullarından video çəkmək istəyirəm. Daha sonra isə təbii ki Bu necə açılır? Bir nəfər mən bu necə açıldığını deyə bilər. Revolution-da almışam, indi göstərəcəm birazdan. Revolution məhsullarından da video çəkmək istəyirəm. Daha sonra isə yüksək qiymətli alış-veriş, yəni yüksək qiymətli kosmetik məhsullarla, Charlotte, Huda, Saint Laurent və s. kimi məhsullarla da video çəkmək istəyirəm. Yəni planımda var. Amma necə olacaq, onu inşallah gələcəkdə görəcəyik. Bu transparan bir pudradır. Yəni ipək materialında bir pudradır, yumuşaqdır. Yəni üzdə narahatçılıq verməyəcək. Hətta ipək kimidir, çox qəşəng sürüşkəndir. Rəngi də belə bir, ya tam ağ deyil, tam sarı da deyil. Hardasa belə
sarımtıl rəngdədir. Qablaşdırması da belə sadə. Mən belə sadə şık qablaşdırmaları çox daha bəyənirəm. Yoxsa o belə üstündə qaşlar, daşlar olan qablaşdırmalardan daha çox bəyənirəm. Gəlin əlimizin üstünü blurlayaq. Oh, açanda çətinlik çəkirsiniz qabın bu hissəsi dibinə qədər gedir deyə. Baxın, buradakı damarı, kapilyarı gəlin görək nə qədər bağlayacaq. Baxın. Məncə yetərincə bağladı. Çox daha belə böyük görünürdü orada kapilyar. Hal-hazırda çox belə soft görünür. Bəyəndim. Video çəkib üzümüzdə də necə göründüyünə baxa bilərik birlikdə. Daha sonra Essence-dan belə bir dənə palet almışam. Ten paleti almışam. Ay Allah, necə şirindir. Buna baxın. Ay Allah, çox şirindir. Çox şirindir. Mənim mallıq. 2 rəngi var. Gəlin hər ikisini yoxlayaq. Nə rəngdir? Bu arada qapaqları möhkəm materiallı, qalın şüşədəndir. Aşağıları isə plastik, mat plastikdir. Ona görə bunun qırılmaq ehtimalı çox zəifdir. Harasa çırpmasaz. Rəngləri bu şəkildədir. Pigmentləri mükəmməl deyil, sizcə də. Sadəcə bir toxunuş və bir məncə mükəmməldir. Hətta baxın, əlimdəki bu da əlimdə qalan, barmaqlarımda qalan. Məncə superdir. Çox bəyəndim. Gözdə necə oturacaq indi ona baxmaq lazımdır. Göz qapağına yayılacaqmı, uçacaqmı, dağılacaqmı? Bir yerdə yoxlayarıq. Əgər istəsəz belə bir videolar çəkməyimi kommentlərdə yazın zəhmət olmasa. Daha sonra Essence-ın o bir vaxtlar çox məşhur olan Choco Bomb köpükləndi belə basanda. Baxın. Biraz köpüklənir. Niyə belə oldu bilmədim. İyi kakao. Oy, bildiyiniz. O rəngi. İsti şokolad var, isti şokolad içirsiniz. Eyni onun dadını verir. Oy, amma necə dadını verir? Elə bil ki onu indi içdim də hal-hazırda. Və qəti yapışqanlığı yoxdur. Baxın. Ay, bir dənə yüngüldü, belə yağ kimi yayılır dodağınızda. Çox bəyəndim. Yəqin ki bunun bu belə olmağı da isti şokoladın görünüşüdür. Onu da axı bilirsiniz, tökən kimi köpüklənir, sulu olur. Çox bəyəndim bunu. Mən də başa düşdüm insanlar niyə bunu bəyənirmiş. Shiny Gloss gedir özdə, parlaqlıq verən. Sadəcə alt dodağıma çəkdim bu arada, gördünüz də yəqin ki. Çox bəyəndim. Essence məhsullarını ilk dəfə də alıram. Bu qədər keyfiyyətli olduğunu bilmirdim. Daha sonra belə bir Essence-dan tuj almışam. Bu yeni çıxan tujlarındandır. Without Limits deyir. Fırçası plastik fırçadır. Oynaq fırçadır və plastik də olsa çox sıx bir plastik fırçadır. Yəni bunu da yoxlamaq olar. Təbii ki, ilk dəfə açdığımız üçün sulu olacaq gözümüzə çəkəndə, yəni nəmli olacaq. Amma necə bir effekt verəcəyinə də bir yerdə baxacağıq. Bunu da çox bəyəndim. Qablaşdırması çox qəşəng hiss elətdirir. Yəni belə yüngül, ucuz hiss elətdirmir. Essence-in yadınıza gəlir, çəhrayı rəngdə bir dənə tuju var idi. Üstündə belə ürək şəklində. Ondan hamı işlətmişdi. Mən də bir ara ondan dəhşətli dərəcədə çox istifadə eləmişdim. Dəhşətli. Ancaq demək olar ki, onu istifadə edirdim. Onun kipriklərə həcm verməyi, onun gün boyu qalıcılığı çox qəşəng idi. Amma bitəndən sonra artıq almadım. Dedim yeni məhsullar yoxlayım. Sonra da başladım vəhşi kimi, dəli kimi belə şeylər alıb yığmağa. Sonra Essence-in belə Aqua Jelly adında bir dodaq boyasını almışam. Sizdən öncə bu kağızın bu hissəsini sökmüşdüm ki 2 saat burada əlləşməyim. Baxın. Wow. Çox gözəl deyil. Məncə çox gözəldir. İçindəkini görə bilirsiniz. Baxın. Tam bir dəniz qızı pomadası. Uşağım olsaydı verərdim ona da, yəni o dərəcə. Bu deyilənə görə pH-a görə rəng dəyişdirir. Yəni üzünüzə, dərinizə uyğun rəng dəyişdirir. Ona görə də mən bugün istəyirəm bir çılğınlıq yapıb bunu üzümdə yoxlayım. Onsuz da günəşdən üzüm gördüyünüz kimi qıpqırmızı qızarıb. Mən də dedim ki, bunu bir də üzümüzdə yoxlayaq. Onsuz da üzüm qırmızıdır. Heç tutmaq olmur. Mənim üzümü qızartdı, qızartmadı. Yox, qızartdı. Əməlli başlı rəng dəyişdirir. Baxın. Qıpqırmızı oldum. Burnumun üstündə də yoxlayaq. Çox az amma. Çox az vurdum. Onunla belə gözəl oldu, yox? İndi dodağımızda yoxlayaq. Çox bəyəndim. Bir də gəlin əlimizin üstündə yoxlayaq, dərimizdə. Qablaşdırması çox şirindir, çox bəyəndim. Əlimin üstündə baxın. Belə oldu. Yanaqlarımda belə, dodağımda belə. Və onu deyim ki sizə, yəni çox baha deyildi. Qiymətinə görə çox yaxşıdır. Görünüşü də çox qəşəngdir, qiymətinə görə də çox qəşəngdir. Mən istəyirəm ki,
beynimdəki videoları çəkdikcə sizə qablaşdırması fərqli kosmetikalardan da alıb bir-iki dənəsini göstərim. Bir-iki dənəsi var məndə, bir-iki dənə də əlavə eləyim, göstərim sizə. Belə çox şirin qablaşdırmalı kosmetikalar. Belə baxanda yemək istədiyin, belə qıyıb istifadə eləmək istəmədiyin cürə. Bu arada Essence-in dodaq pomadası haqqında danışım. Yəni glossdur təbii ki, pomada olaraq sayılmır, amma qəti yapışqanlıq yoxdur. Külək gəldi saçımı burada ağzıma. Məni belə elədi. Baxıram, hop, heç bir saçım ağzıma yapışmadı dodaqlarıma. Və dodaqlarımı çox canlı və çox gözəl göstərdi. Dəmcə yağlı kimidir. Yəni elə bir dodağınızda biraz yağ sürtmüş hissi alırsınız. Təbii ki, o hissi xoşlamayanlar bəyənməyəcək, amma mən bəyəndiyim üçün, yəni mənim üçün heç bir problem yoxdur. Qalıcılığı nədir, necədir, onu bilə bilmərəm təbii ki, bir müddət istifadə eləməliyəm. Amma belə ilk baxışda çox bəyəndim. Dediyim kimi, birlikdə bir tək marka videosu çəkəndə bunun qalıcılığı haqqında da orada ətraflı danışacağıq. Watsons'dan qarovkamız var, qarovka. O vaxtı rayondan şeylər göndərdilər, pasılka. İndi Watsons'dan pasılkəmiz var. Görə içində nəyimiz var? Təbii ki, içində məhsullarımız var. Birinci məhsulumuz Revelation markasının bu 50-yidir. Bu daha soft bir rəngdir. Buradakı soft touch gedirdi, amma bu biraz daha belə şaftalı tonlarına yaxın. Yəni, tam şaftalı deyil, şaftalı çiçəyi deyək biz buna. Bu isə, baxın, içi belə çox qəşəng dalğavari, amma daha soft, daha açıq bir rəngdir. Bilirsiniz ki, pudra alırıqsa, rumyana alırıqsa, hər rənglərini yoxlamalıyıq ki, eyni şeyi 100 dəfə istifadə eləməkdənsə fərqli şeyləri fərqli cürə hər gün ayrı-ayrı makiyajlarda istifadə edək. Bunu da burada göstərirəm sizə. Baxın. Yəni bu da çox qəşəngdir, amma çox həfifdir də, yəni çox azdır, yüngüldür. Ya üst-üstə mənim kimi 50 xəstəsisinizsə üst-üstə çəkməlisiniz, ya da daha tünd rənglər xoşlayırsa bu sizlik deyil, amma mən təbii ki bəyəndim və almışam artıq. Bəyənməsəm də nə etməliyəm? Özümdə saxlamalıyam. Revelation'ın bu highlighter'ıdır. Revelation markasının məndə ten paleti və s. var idi, amma highlighter, pudra və s. yox idi. Pudrasını almadım, çünki stokda yox idi mən istədiyim pudrası. Bu da belə bir highlighter'dır. Tam qızılı da deyil, tam gümüşü də deyil. Orta bir rəngdir. Burada göstərəcəm. Baxın, belədir. Deməli, sizə deyim ki, içində zərli qalmır. Yəni, gözünüzlə görəcək dirilikdə zərlər yoxdur. Daha çox parıltılı bir şeydir. Görə bilirsiniz, budur. Yəni, pis deyil. Makiyajda necə duracağını hamımız bir yerdə baxa bilərik. Daha sonra Revelation'dan bir dənə də belə. Görün, nə şirindir. Mən bunu sizdən öncə yoxladım, indi bayaq gətirəndə. İşıq getdi. İndi də qaranlıq oldu, neysə. Bunu özüm yoxladım. Çünki bu mənə çox maraqlı idi. Həqiqətən də bunun iyi dadı qarpız idi. Birə-bir qarpız dadıdır da, yəni. Birə-bir qarpız dadıdır və birə-bir qarpız idi. O qədər eynisidir ki, necə ki dodağımda bayaq sürtdüyüm bu Chocobomb isti şokolad dadı verir. Eynən də bu. Bunu indi sizə göstərmək istəyirəm. Burada eləyirsiniz, çıxır və bunu da əlinizin üstündə təbii ki. Çünki dodağımıza artıq üçün çəkməyək rəngi. Ay, bildiyiniz qarpız dirol. Qarpızlı saqqız dirol. Belə bir şeydir. İçində parıltılıq yoxdur. Su tərkibli, su alt tonlu bir dodaq glossudur, lip glossudur. Amma rəngli lip gloss olduğuna görə pomada kimi də istifadə edə bilərsiniz. Əgər mənim kimi pomadadan daha çox gloss sevirsinizsə, bu tam sizlikdir. Çünki çox nəmlidir və qəti surətdə, baxın, qəti surətdə yapışqanlığı yoxdur. Mən bəyəndim. İçində də sağ olsun Watsons mənə Pure Beauty-dən CC krem göndərib. Bu Pure Beauty-nin CC kremini hamı işlədir, amma mən heç bəyənə bilmədim. Heç mənim üzümlə bütövləşmədi, barışmadı yəni. Sonda bir dənə də belə paketimiz var. İçində faktura göndəriblər, belə sağ olsunlar. Emily'də səhv eləmirəmsə, Emily'dən dodaq karandaşı almışdım. Yox, Golden Rose'dan. Golden Rose'dan bir dənə bu rəngdə dodaq karandaşı almışdım. Sanki məndə heç yoxmuşcasına, sanki bu rəngi heç istifadə etmirəmmişcəsinə. O günləri gördüm ki, endirimə düşüb Trendyolda. Dedim ki, Arzu, cum. Cum, nə düşür bu pula? Heç nə düşmür. Bir də məndə belə bir xəstəlik var, qızlar, xanımlar və cənablar. Mən deməli sifarişlərimi alıram. Birbaşa Türkiyədən Azərbaycana yox, Türkiyədən Türkiyəyə, oradan Azərbaycana. Sifarişlərimi alanda, məsəl üçün, orada yazılıb ki, 200 TL. 200 TL də bizim pulla hardasa eləyir. Türk pulu Azərbaycan pulundan o qədər çox ucuzdur ki, yəni nə alsam mənə pulsuz gəlir.
Əslində 200 TL 8 manat eləyir, 7 manat 60 qəpik eləyir. Amma mən 200 TL-yə nəsə görəndə elə düşünürəm ki, o pulsuzdur və mən onu almaq məcburiyyətində qalıram. Sonra görürəm ki, Azərbaycanda da təxminən eyni qiymətlərdədir. Bura gələnə, burada kargo pulu ödəyənə 10-12 manat eləyir. Yəni daha ucuzdur düşünürəm. Məsələn, Golden Rose-un bu qələmini 180 TL-yə almışam, 6 manata, 7 manata. Gələndə də 1 manat burada üstünə vergi qoydular. 1 manat yoxsa 2 manat. Yəni ki, bu gəldi mənə 12-13 manata çıxdı. Azərbaycanda daha ucuz idi. Bu arada rəngi çox gözəldir. Qırmızı kimi görünür orada. Niyə elə görünür? Qırmızı deyil. Gözdən göstərmə rəngdir. Rəngi pis imiş. Rəngi bərbad imiş. Oh my god, mən bunu necə istifadə edəcəm? Rəngi çox pisdir. Çox pisdir rəngi. Kontrol eləyək bundan. Kamera. Aynen. Afaq Bəşir qızının Singasoska tamaşasında mən oynamalıymışam. Yəni güzgə baxmadan çəkdiyim üçün, kamera ilə çəkdiyim üçün biraz bərbad oldu. Joker oxşadım. Nəysə, belə görünür. Qəşəng pomada ilə kombo eləmək olar. Bir yerdə eləyərik təbii ki, amma belə çox bərbad görünür. Belə videonu kapatmaq istəmirəm. Bir saniyə silim bunu. Gözləyin. Yəqin ki, getmədiniz də sonuna qədər mənim videoma baxdınız. Çünki üzlərəm. Sonra 2 dənə belə bir şey göndəriblər. Sağ olsunlar 180 TL-lik karandaşın yanında Balera adında 2 dənə belə makiyaj təmizləmə salfetkası göndəriblər. Mən durdum o boyda yol getdim. Dodağımı sildim. Elə bilsəydim bu salfetka ilə silərdim. İyi, çox bərbaddır. İyi. Bərbaddır. Amma təmizləyir. Sadəcə mənim səpkilərim əmələ gəlib deyə biraz qaşındırdı, amma olsun. Bu qədər. Videomuzun sonuna gəldik. Ümid edirəm videomu bəyəndiniz. Sizi sevirəm. Bağırma basıram. Xalatım. Görün xalatım nə oldu. Allahım ya Rəbbim, mənim bu hər video çəkəndə başıma gəlməyən qalmır da. Hər video çəkəndə mənim başıma bir şey gəlir. Yaxşı ki, adını bilmədiyim no name salfetka var. Onunla silib təbii ki, təmizləyəcəm. Sevirəm sizi. Ümid edirəm videom sizin üçün yararlı oldu. Ümid edirəm ki, videoma baxıb deyəcəksiniz ki, bu gözəl qız yenə nə yaxşı ki, bizim evimizin qonağı oldu. Sevirəm sizi. Fikirləriniz varsa, necə bir video çəkməyimi istəyirsinizsə, kommentlərə yazın. Görüşürük. Bye bye. Like atmağı unutmayın.